Mən düzü bu özünü alim sayan, kibir, təkəbbür, səfi, vicdan anlayışı olmayan Rəşad Ümrətova cavab verməzdim. Çünki insan elm əhlinə cavab verər, elmdən pay olana cavab verər. Belə səfehlər çoxdur. 3-4 dənə kitab oxuyublar, ortaya çıxırlar, çayxana söhbəti və özlərini elm əhli sayırlar. Söhbətlərində də 40 dəqiqə, 50 dəqiqə otururlar çayxanada, 2 dənə ayə oxuyurlar, ayə və boş-boş söhbətlər, gedir evdə 2-3 dənə alimlərin sözünü əzbərləyib özünü alim sayır. Deməli, bu səfehin səviyyəsinə düşməzdim. İndiyə qədər də bu səfeyə rəddiyə verməmişdim. Kimlərsə vermişdilər. Çünki bu axırda gördük ki, bu səfeh həddindən aşır. Çünki hər yerdə bir şey danışır. Bu mənhəci bəlli olmayan səfehdir də. Bu insan deyir Dubayda demiş ki, mən dəvətdə bir nömrəyəm, number one-am. Nə bilim, tələbələrə fora verərəm. Ondan sonra nə bilim, sən ağırlıqda kitab oxumuşam. Dərsdə özün tərifli ki, adam var aydan 2 dənə kitab oxuyur. Nə bilim, filan şeyxin bütün elmini hopdun, sonra məndən soruş. Səfehdir də, yəni bu insan səfeh. Özünü tərifləyən insan ancaq səfeh insan olar. Sadəcə bu səfeyə cavab verməzdim. Görürəm ki, bu bir neçə dərsi çıxır ortaya. İndi rəddiyə verir ki, məsələ. Kimləsə rəddiyə, onlar öz cavabını versinlər. Mənə maraqlandıran bir məsələdir. Nədir? Deməli, deyir ki, 8 il eyni şey eşidirik. Analar ağladı, analar ağladı. Yəni, özü də deyir, Əlxan Museyvə rəddiyyən qəsd edir. Demək istəyirəm ki, ay vicdandan yoxsun, ay səfeh, ay tərbiyəsiz. O nə sözdür ki, analar ağlayır, ana ağlayır. Sən o sözü yüngül söz sayırsan. Get bir dənə anan sağsa soruş ki, bir ana evladı öləndə ana nələr çəkir. Ay vicdansız. Hələ bu sənin ölkəndə, yəni yanında evlad dünyası. Hansı ki, bu Əlxan Museyevlə, bu təkfirçi, xavaric, Adi Rəconun fətvası ilə nə qədər insana gelib Suriyədə öldülər. 3000-ə yaxın insan ölüb Azərbaycana. Analar gözü yaşlı qalıb. Analar bak ürəyi partlayıb ölüb. Ay vicdansız. Durub anaların gözünü belə, anaların göz yaşını belə rişxəndlə danışırsan. Nə qədər deyirlər, analar gözü yaşı qalıb. Yəni bu yüngül sözdür. Anan sağsa gəl soruşa anana bir evlad ölməyi anaya necə təsir edir. Sənin üçün yüngül gəlir bu və bu sözü deyirsən ki, nə qədər demək olar. Həmişə deməliyik. Çünki bu 200-lü dəccal nə Əlxan Museyev tövbə eləyib Suriyə məsələsindən, nə də Adi Rəcəbov tövbə eləyib. Nə də mənhəclərindən, batil mənhəclərindən tövbə eləyiblər. Yəni sənin balan ölməyib Suriyada. Ölsəydi bugün sən belə danışmazdın, anaların göz yaşı belə ələ salmazdın, vicdansız, tərbiyəsiz. Bir get anan sağsa soruş da bir evlad öləndə ana nələr çəkir. Sən evladın gelib Suriyanın cəhənnəmdə işit ölsəydi, belə danışardın, sənin ailən nələr çəkərdi? Durmuşsan anaların göz yaşı, anaların göz yaşı. Yəni bu qədər sən, çünki vicdan anlayışın yoxdur sən. Sən vicdanın olsaydı bu söz deməzdin. Qardaş da belə tərbiyəsizlərdən elm əhli kimi ortaya çıxıblar, çayxana söhbət aparırlar. Uzaq durun, bu elm öyrətmir. İnsanlara ancaq təkəbbür, kibir, onu ələ salmaq, onu aşağı baxmaq. Otururlar çayxanalarda, ətrafında yığıb 7-8 dənə özü kimi səfehi, əllərində mikrofon. O çayxanda otururlar, çayxana söhbəti. Söhbətlərine baxın, 2-3 dənə ayə, bir dənə alimin sözü, boş-boş söhbət vaxtlarını öldürürlər. Və elm də verir insanlara, verdiyi ancaq nədir? Təkəbbür, kibir, özünü yuxarıdan aparma, özünü alim sayır, yuxarıdan baxır cəmaata. Düşünün, belə insan elm verir, belə insanlar özünü ki tərifləyir, mən belə, elm əhli sayır, alim sayır, başqalarını təhqir edir. Bunlar hələ dindən çıxmırlarsa Allah'a şükr etsinlər. Alim olub ki, Abdullah Əl-Qasimi o boyda kitab yazmışdı, İslamın bütpərəstlə mübarizəsi deyə. Deyirlər ki, bu kitab cənnətə mehirdir. Nə zaman ki özünü təriflədi, ateist öldü. Belələri hələ dində qalıblarsa bu Allahın rəhmətidir. Bunun ətrafındakılar hələ dində qalıblarsa Allahın rəhmətidir bu. Bu ancaq təkəbbür, kibir, yuxarıdan aşağı baxmaq, sən ağda kitab oxumuşam, number one-am, nə bilim, filan kəslərə fora verərəm, filan kəs cahildir, elm bilmir. Çünki bu insan alim görməyib, alimin dizinin dibini görməyib, alim tərbiyəsi görməyib. Həmişə deyərdilər ki, birinci alimdən, elmindən əvvəl onun tərbiyəsini öyrən, ondan ədəb öyrən. Biz belə görmüşük, alimlərin birinci o ədəbini öyrənirsən, sonra elmini öyrənirsən. Bundan nə ədəb öyrənəcəklər? Tikbaş, onu bunu ələ salan, onu bunu təhqir eləyən, özünü tərifləyən. Adam var ayda 2 dənə kitab oxuyub, özünü qəsd eləyən, nə bilim, filan şeyxin bütün elmini hopdun indi məndən soruş, səfeh-səfeh özünü tərifləyən. Hələ bunun ətrafındakılar bu dində qalıblarsa Allah şükr etsinlər. Bu elm deyil, bu ancaq kibir, təkəbbür öyrədir. İnsanda bir dənə sifət olar. Gah ora yıxılır, gah bura yıxılır. Əlxana rəddiyə veriyində Əlxan haqqında Əlxanı müdafiə eləyir. Adil haqqında araları pozulmuşdu. Kəbədə buna demişdilər ki, şeyxin dərsidir, gəl, o demişdi, mən niyə onun yanına getməliyəm, təkəbbürlüyündən. Yəni, adil də bir şey olmasın, yenə də bundan böyüdür də. Bunun pulunu kəsdilər. Orada bu deyir ki, mənim pulumu kəsdilər. İndi yəqin pulunu ağzına açıblar, indi düşmüsən adil müdafiə eləməyə. Sən ki, mənhəcin bəlli deyil, ay vicdansız. Hər dəfə bir yerə yıxılsan. Bu elm öyrətmir cəmaat. Qardaşlar, bundan uzaq durun. Bu insan alim tərbiyəsi görməyib, elm tərbiyəsi görməyib. 2019-cu ildə həcdəyəm. Abu Dhabi'dən şeyxanı istəyən bir nəfər həcdə təsadüfən görüşdür. Mənə deyir ki, filan kəs tanıyırsan, deyirəm, tanıyıram. Sən haradan tanıyırsan? Deyir, bizim yanımıza gəlmişdi Dobraya. Yəni elmi toplantıya gəlmişdi. Bu Rəşad Ümbətov. Mən də işinə demədim. Dedim, necə sizi tapdı? Yəni, bunun təzkiyəsi nə idi? Dedi ki, keçmiş Abbəkir Meçisinin imamının tələbəsiyəm. Güldüm. Niyə güldüm? Çünki ərəblərin yanına gedəndə, bəzi şeyxan yanına gələn deyir ki, özün təzkiyə filan Abbəkir Meçisinin, keçmiş Abbəkir Meçisinin imamının tələbəsiyəm. Azərbaycanda siz deyir ki, o zır cahildir. Baxın, bunlar belə vicdansıdır. Yəni, bunlarda mənni yoxdur. Yəni, burada deyir zır cahildir. Orada şeyxlərin yanına gedəndə özünü tanımaq üçün deyir ki, filan kəsin tələbəsiyəm. Bax, bunlar budur. Sonra şeyxanislə problem olur. Çünki tərbiyə görmür. Bunu Elşən müəllimdən soruşun. Elşən müəllim daha yaxşı bilir. Elşən Şəkərov. Gedir harada
tanınmayan, əməl olunmayan rəylər var, kitablardan tapır, yayır ki, tanınsın ki, bu falan alimin sözünü gətirdi. Şeyxanis deyib ki, falan alimin sözü, Şeyxanis deyib ki, o sözü bilirəm, Rəşad, o söz əməl olunmur. Yox, falan alim deyib. O söz əməl olunmur, bilirik, falan kitabda var, amma əməl olunmur. Axırda görüb ki, şeyx tərbiyəsiz də deyib ki, görürəm səndə deyəsən murciəlik var, irca var. Yəni eyni şey təkrar etsən, sözü sübut eləməyə çalışsan, o əməl olunmayan sözdür. Bunu deyəndən sonra şeyxin dərsindən durub cəmaatı tələbələr içərisində çıxıb gedir. Çünki bu şeyx, alim, tərbiyəsi görmür baxır. Yəni bu belə bu təkəbbür, kibir. Bunun ətrafında olanlar, bunun oturanlar, bu sizə elm öyrətmir, ancaq təkəbbür, kibir öyrədir. Bir dənə bu dərslərə baxın, ancaq təkəbbür, kibir, özünü tərifləmək. Hələ dində qalmışsınızsa, bu kibir, təkəbbür, özünü bəyənmə xəstəliyi. Bu insan özünü elə bəyənir ki, məsciddə adam yanından keçən toxunub üstünə qışqırır ki, mənə niyə toxunursan? Məsciddə gedən insan da sənə toxunub da. Bu o qədər kibir, özünü allama görür. Danışmazmı belə bu səfehin səviyyəsinə düşüb? Sadəcə bu artıq, yəni gör nə günə düşüb. Gah onu təhqir edir, gah onu tərifləyir, gah bunu müdafiə edir. Və deyirlər ki, 8 anaların ağlar qalıb. 8-i yox, 18, 28 də deyəcək. Nə qədər ki o vicdansızlar tövbə eləməyibsə. Sənə nə? Sənə niyə için yanır? Anaların göz yaşını bilmirsən də sən. Çünki vicdan anlayışı yoxdur. Vicdansızsınız. Hələ tək analarda elə uşaqlar qalıb düşərgələrdə, xollarda, xol şəhərində. Qadınlar öldülər. Qadınlar qalıb küçələrdə, düşərgələrdə ac-yalavac. Bu təkfirçilərin fətvasına görə getdilər güya Suriyə cihad, İslam dövləti qurub qoşuldular işidə və ölən öldü, qalan qaldı. Ailələr olub başına bomba düşüb, ailə hamısı məhv olub. Fosforda yanıb. Əlxan Müslüman fətvasından gedənlər. İndi durub deyirsən ki, eyni şey deyirsiniz, vicdansız. Heç olmasa əlini vicdanına qoy. Sənin balan ölməyib orada. Ona görə belə laf danışırsan, vicdansız. Allah sənin kimi belə vicdanı olmayan dəvətçi kimi ortaya çıxan səfehlərdən qorusun xalqımızı. Uzaq durun belə səfehlərdən. Bu elm öyrətmir, ancaq belə təkəbbür, kibir. Baxın bir dənə dərslərinə, ancaq təkəbbür, kibir, özünü bəyənmək, bu elm öyrətmir sizə. Bu sizi əksinə Allahdan, dindən uzaqlaşdırır. Belələrin yoluna gedənlərin axırı dində qalıblarsa Allah həmd etsin, Allah şükr etsinlər. Bu təkəbbürlüklə, kibirlə, özünü bəyənməklə hələ dindən çıxmıyorlarsa. Allah bunun şərindən qorusun. Utanmaz. Gör, dediyi sözə bax. Hələ xəbis özüdür ki, xəbis adlandırır Əlxana rəddiyə verənlər. Gör nə qədər azmısan. O bir söz var, insanın içi qurtlu olanda. Qurtludur içi, xəbisdir. Sənin için qurtludur ki, pulumu kəsmişdi Adilgil. Bir dənə deyəndə ki, Adilin dərsinə gedək demirsən ki, mən niyə onun yanına getməliyəm? Pulumu kəsmişlər, orada burada danışırdın. Sənin için qurtludur. İndi durmuşsan bu məsələlərə görə onları müdafiə etsən, vicdansız. Emil yadıma sal, o dərsdə dedim ki, 8 ildir qardaş, nə qədər çıxıb deyərləri, analar ağlar qoymusan, analar ağlar qoymusan, analar ağlar qoymusan. Səni niyə narahat edir o söz? Bəli, analar ağlar qoyublar. Sənin vicdanın sızlamır, səndə vicdan yoxdursa, vicdanın ölübsə, səndə vicdan yoxdursa, sənin rahat gəlir. Amma analara rahat gəlmir. Analar var, ürəyi partlayıb ölüb, vicdansız. Allah sən şərindən qorusun xalqımızı, dindarlarımızı. Allah belaların nəyə layiqsə elə belalarını versin. Gör nə deyir, anaların göz yaşı, anaların qəlbinin sızmasını bunlara yüngül gəlir. Vicdan anlayışı olmayan, canavar qəlbi dəvətçilər, hansı ki, çıxacaqlar, qəlblərində rəhmət olmayacaq insanlara qarşı. Allah sizin şərinizdən qorusun. Amin.